illərdə cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən biri müəllimlərin iş rejimidir. Digər peşə sahibləri kimi müəllimlərin də məktəbdə müəyyən olunmuş iş rejimi, yəni ölkəmizə qəbul edilmiş 8 saatlıq iş günü prinsipi ilə çalışması geniş müzakirələrə səbəb olub. Qeyd edək ki, bu fikri Milli Məclisin son iclasında ümumi təhsil haqqında qanuna təklif edilən dəyişikliklə bağlı Elm və Təhsil Nazirinin müavini İdris İsayev deyib. Bəs 8 saatlıq iş rejimi müəllimlərə nə vəd edir? Mövzu ilə bağlı missiyada danışan təhsil məsələləri üzrə ekspert Elşən Qafarov bildirib ki, uzun illərdir ümumi təhsil məktəblərində nizam-intizam qaydalarının və hüquqi normativ aktların qəbul edilməsinə ehtiyac var. Hər tədris ilində dərs bölgüsü ilə yanaşı müəllimlərin bir də dərs cədvəli məsələsi var. Tədris işləri üzrə direktor müavinləri və məktəb direktorlarına dərs cədvəllərinə görə müəyyən pullar verilir ki, cədvəllər daha uyğun qurulsun, dərslər ardıcıl qurulsun və s. Və dərslər bitdikdən sonra müəllim çıxıb gedir və fikirləşir ki, onun işi həmin gün üçün bitdi. Ekspert bildirib ki, beynəlxalq təcrübəyə uyğun olaraq müəllimlərin ştat vahidinə qəbul edilməsi labüddür. Artıq məsələn bir ştat əgər 18 saat müəyyən olunursa, onda məktəb müəllimi bir ştatla 18 saatdan təmin edir və ya yarım ştat işləyirsə 9 saatdan təmin etmir. Bundan sonra 27 saatdan artıq dərs deyə bir nəfər deyilməz. Yəni ştat yarımdan artıq işləyə bilər. Onsa zaten məktəbdədir və həmin iş saatlarında dərs cədvəlinin necə qurulması artıq onun üçün önəmli deyil. Yəni dərsin tezləyib çıxıb getmək anlayışı yox. Deyək ki, həmin gündəlik deyək ki 3 saat yarım və ya da 7 saat məktəbdədirsə, o 7 saat ərzində o dərsləri salmalıdır. Ekspert əlavə edib ki, xüsusilə Bakı ətrafı rayonlarda dərs cədvəlini manipulyasiya edərək həftədə 2-3 dəfə dərs keçib dərhal çıxan müəllim halları artıq olmayacaq. Seyranə Quliyeva, Heydər Həsənli, Missiya TV.